Belə bir suala baxacaq TÜK vəsaitindən olan sürtünmə əmsalının 0.2 olduğu üfüqi müstəvidə, deməli M1 və M2 kütləli cisimlər sərbəst buraxılır. İpdəki gərilmə qüvvəsinin qiymətini soruşur bizdən ki, T gərilmə qüvvəsi nə qədərdir? Deməli, əvvəlcə burada baxırıq ki, M1 kütləli cismə hansı qüvvələr təsir edir? Burada M1 kütləli cismə aşağı çəkir M1J ağırlıq qüvvəsi və dayağın reaksiya qüvvəsi N. Bu qüvvələr bir-birlərini tarazlaşdırırlar. Ona görə də cisim şaquli müstəvidə hərəkət etmir, yalnız üfüqi müstəvidə hərəkət edir. Üfüqi müstəvidə də bu cismi hərəkət etdirən hansı qüvvədir? Bir cisim ipə bağlı olduğuna görə ipdəki gərilmə qüvvəsi var. Bir də M1 kütləli cismə üfüqlə, müstəvi ilə deməli sürtünmə nəzərə alındığı üçün sürtünmə qüvvəsi təsir edir. F sürtünmə bərabərdir mü M1 J-yə bərabərdir. O da yerinə qoyub hesablasaq, sürtünmə əmsalının qiyməti 0.2-dir. Cismin kütləsi 4 kiloqram, J-nin də qiymətini 10 qəbul edib. Sürtünmə qüvvəsi üçün alırıq 8 Newton. Keçək M2 kütləli cismə baxaq. M2 kütləli cismədə aşağı çəkir M2J ağırlıq qüvvəsi və ipdəki gərilmə qüvvəsi təsir edir. Deməli, burada eyni ip olduğuna görə hər iki ipdə olan gərilmələr eynidir. Burada əvvəlcə cismin təcilini tapırıq. Cismin təcili bilirik ki, A bərabərdir F əvəzləyici bölünsün M-dir. Əvəzləyici qüvvəmiz baxırıq ki, burada M2J-nin qiyməti deməli 1 vurulsun 10, cismin kütləsi 1-dir. J təcili də 10-a bərabər olduğuna görə M2J 10 Newtona bərabərdir. 10 Newton daha çox olduğuna görə sürtünmə qüvvəsindən 8 Newtondan, yəni M1-ə təsir edən sürtünmədən çox olduğuna görə cisim M2 kütləli cismin hərəkəti istiqamətində hərəkət edəcək. Yəni aşağı yönəlmiş buradakı A təcili ilə hərəkət edəcək. Ona görə də təcili tapanda əvəzləyici qüvvəni bölürük cisimlərin, yəni sistemin kütləsinə, M sistemə bölürük. Əvəzləyici qüvvəmiz isə qüvvələr əks istiqamətdə yönəldiyinə görə, yəni 10 Newton və 8 Newton əks yönəldiyinə görə biz 10 Newtondan çıxırıq 8 Newtonu, bölürük cisimlərin kütlələri cəminə. Burada kütlələr birinci cismin kütləsi 4 kiloqramdır, ikinci cismin kütləsi isə 1 kiloqramdır. Ona görə kütlələri cəmi 4 üstə gəl 1. Bu da olacaq 2 bölünsün 5. Yəni sistemin təcili A bərabər olacaq 0.4 metr bölünsün saniyənin kvadratına. Və ipdəki gərilmə qüvvəsini necə tapırıq? Gərilmə dediyimiz kimi hər iki ipdə eyni qədər gərilmədir. Məsələn, birinci M2 kütləli cisim üçün baxsaq, gərilməni tapmaq istəsək, burada aşağı çəkir M2J, yuxarı çəkir ipdəki gərilmə qüvvəsi. Cisim aşağı hərəkət etdiyinə görə, deməli M2J ipdəki gərilmə qüvvəsindən daha böyükdür. M2J çıxılsın T bərabərdir M-aya, M2-aya. Gətirib yerinə qoysaq, M2 kütləli cismin kütləsi 1 kiloqramdır, 1 vurulsun 10 Newtondur, çıxılsın T bərabərdir 1 vurulsun, aldığımız təcilin qiymətini də qoyuruq bura 0.4, onda T bərabər olar 10 çıxılsın 0.4, o da bərabər olar 9.6-ya. Eyni zamanda siz bunu M1 kütləli cisim üçün də yoxlaya bilərsiniz. Necə yoxlayarıq? Deməli, M1 kütləli cisim üçün yoxlasaq bunu, fikir verin, cisim burada artıq gərilmə qüvvəsi istiqamətində hərəkət edir də, yəni ip buradan aşağı çəkdiyi üçün bu cisim bu istiqamətdə hərəkət alır. Deməli, burada artıq gərilmə sürtünmə qüvvəsindən böyükdür. Onda yazarıq ki, T çıxılsın F sürtünmə bərabərdir M1 vurulsun A-ya. T çıxılsın, sürtünmənin qiymətini biz 8 Newton tapmışdıq. Birinci cismin kütləsi 4 kiloqramdır. Təcilin də qiymətini 0.4 tapdıq. Onda T bərabər olar 8 üstə gəlinsin 1.6. Bu da yenə 9.6 alırıq. Yəni gördüyümüz kimi hər iki ipdəki gərilmə eynidir. Son sınaqlarında, güvənin sınaqlarında da bu tipli suallara rast gəlirik. Ona görə də belə bir suala toxunmaq istədim. Uyğun nümunələrlə yenə irəliki dərslərimizdə tanış olacağıq.